Ağdərə şəhəri, Ağdərə. Ağdərə şəhəri. Ağdərə rayonu, Ağdərə şəhəri. Ağdərə şəhəri. Yolumuz devam edir, Ağdərə rayonu. Bugün də planda Ağdərə rayonu Biləsə kəndini gəzməkdir. Dəqiq bilmirəm hala kimi gedəcəm, amma çalışacağım Biləsə kəndini gəzim. Ağdərə rayonu, Qarabağ. Yolumuz devam edir, Ağdərə rayonu. Yolumuz devam edir, karşıda gördüğünüz Ağdərə rayonunun Bəyyallı kəndi. Belə bir kənd var, Bəyyallı kəndi. Ağdərə rayonu. Yolumuz devam edir, Ağdərə. Ağdərə rayonu. Ağdərənin gözəl meşələri, gözəl təbiəti. Yolumuz devam edir, Ağdərə rayonu, aşağı Orataq kəndi. Gördüğünüz kənddə aşağı Orataq kəndidir. Yolumuz devam edir, Ağdərə rayonu, aşağı Orataq kəndi. Yolumuz devam edir, Ağdərə. Buradan o yana Perivallar başlayır. Bak buradan Perivalına bu meşənin üstüne qalacağım. Yolda birinci dəfə gedirəm. Yol təxmini bildim ara gedirəm, o belə bilmirəm. Yolla da getməmişəm, olmamışam. Yəni bas vaxtdan gedəcəm. Hara kimi gedebilsem ora kimdə gedəcəm. Yəni belə deyək, konkret məqsəd yoxdur hara getmək. Sadəcə gəzirəm meşələri, dağları, Ağdərə.
Yolumuz davam edir Ağdərə. Gördüğünüz bu Perival qalxmışam. Görsənə kənddə aşağı Orataq kəndidir, Ağdərə rayonu. O zaman Padyomdan hansısa bir kənddir, deyək bilmirəm hansı kənddir. Ola bilsin Kasapet kəndi olsun. Burada bir qabaqda bir kənd olmalıdır. Görün bəlkə Kasapet. Yolumuz davam edir. Ağdərə rayonu Dəmirlər kəndi. Ağdərə Dəmirlər kəndi. Yolumuz davam edir. Perivallarımız da həmçinin Ağdərə rayonu. Bir Padyon var, Perival var. Bunun başına qalxaq, görək buradan nə görsəlir. Yolumuz davam edir. Ağdərə rayonu. Ağdərənin meşələri. Bax, gördüğünüz meşənin üstə qalxmalıyam. Bax, perivallarla. O meşənin üstündən də görək yol hara gedir. Yolumuz davam edir. Ağdərə rayonu. O perivallara qalxmışam. Oradan böyle perivalla baba bu meşənin arxasına keçməliyəm. Yolda hara gedir bilmirəm. Asfalt yolda düşmüşəm, bu yola gedirəm. Yolumuz davam edir Ağdərə. Ağdərə rayonunun meşələri. Meşənin arxasına keçməliyəm. Oradan sonra yol hara gedir, ondan sonra biləcəm. Bilmirəm hara gedir bu yol, və bu asfaltı tutub gedirəm. Bu asfaltlara mən ora. Yolumuz davam edir Ağdərə. Ağdərə rayonunun meşələri. Buradan belə bir Subska var. Subskanı düşür, kürək, qabaqda bizə gözlür. Hansısa bir kənd olmalıdır. Dəqiqadan bilmirəm, gedək görək hansıdır. Yolumuz davam edir Ağdərə rayonu. Ağdərə rayonunun meşələri. Yolumuz davam edir Ağdərə rayonunun Gülyataq kəndi. Orada belə bu bulaq olub. Hal-hazırda suyu gəlmiş. Ağdərə rayonu Gülyataq kəndi. Yolumuz davam edir Ağdərə rayonunun Gülyataq kəndi. Karşıda bir perival var. Perivalı qalxmalıyam.
Yolumuz davam edir. Ağdərə rayonu. Çatın bir dənə peribal qalxdı. Bax, biraz dinləyərək. O periballarımız yenə də davam edəcək. Yolumuz davam edir Ağdərə. Yolumuz davam edir. Ağdərə rayonu Canyataq kəndi. Canyataq kəndi, Ağdərə rayonu. Yolumuz davam edir Ağdərə rayonu Canyataq kəndi. Yolumuz davam edir Ağdərə rayonu. Yolumuz davam edir Ağdərə rayonunun Canyataq kəndi. Elə bir burun tava yol var. Yol Ağdərə Ağdam yoludur. İnşallah bu yolla gedəcəm. Gedib Ağdərə yoluna çıxmalıyam. Bu yolda getməmişəm. Şöyle bizə qaraqları çıxardacaq yol. Yolumuz davam edir Ağdərə. Burada belə kiçik bir göl var. Ağdərə rayonunda elə bir göl. Ağdərə rayonunda belə bir şəhidimizin şəkili. Komanda şəhid Qasım Nizad Elşanoğlu, Tovuz şəhidi. Ağdərə rayonunun Canyataq kəndi yaxınlığında. Yəqin ki, burada şəhid olub. Allah şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yolumuz davam edir Ağdərə rayonu. Ağdərə Ağdam yolu. Qabaqdan Ağdam yoluna çıxacağım. Papraqat kəndi var. Orası çıxıb, oradan da sol tərəfə Ağdərə şəhərin özünə gedəcəm. Gəlib belə bir yola çıxdım. Sağ tərəfə Ağdam, sol tərəf Ağdərə. Hal-hazırda dayandım kənddə Papraqat kəndidir.
Bu da Can Yataq, Gülüf Yataq, Kəlbəzər yoludur. Bu yolla gəldim. Ağdərənin təxminən 4 dənə kəndini fırlandım. Gəlib çıxdım bu Paprəbənd kəndinə. Buradan da Ağdərə şəhərinə gedəcəm. Ağdərə Ağdam yolunda bir dəfə getmişəm. O mənim yolla ikinci dəfə getməyim olacaq. Paprəbənd kəndində belə bir yer var. Ziyarətə gələn Paprəbənd sakinlərinin görüş yeri. Belə yerdir. Burada qabaqda ziyarətgah da var. Bir dəfə olmuşum o ziyarətgahda. Burada oturaq biraz incələk. Sonra da yolumuz inşallah Ağdərəyə. Paprəbənd. Burada belə su səni var, su var. Burada yaxşı yuyundum, su ehtiyatımı götürdüm. İnşallah biraz oturup sonra Ağdərəyə yolumuz devam edəcək. Ağdərə, Paprəbənd. Yolumuz devam edir. Ağdərə, Ağdam yolu. Bu yan Ağdam yoludur. Ağdam rayonuna gedir. Bu yanda Ağdərəyə. Gördüğünüz uzaqda gördüğünüzdə Ağdərə rayonudur. Ağdərə şəhəri. Ağdərə rayonu, Ağdərə şəhəri. Qarşıda gördüyünüz Ağdərə şəhəridir. Bu da Ağdam yolu. Ağdərə şəhəri. Artıq gəlib Ağdərə şəhərinə çatdıq. Ağdərə şəhəri, Ağdərə şəhərinin parkı. Ağdərə şəhəri.